bir-birini səmimi qəlbdən dinləməklə minnətdar olmaq lazımdır. O müdafiə mexanizmləri iki əlli yapışıb ki, qoymasın sənə nəsə yapışsın. Elə eləyin ki, beynini sizə işləsin. Bunu etmirsən, sonrasa özünün özünə etirafın olsun. Vaxtında deyilməyən həqiqət sadəcə məlumatdır. İnsanlar etdikləri ilə quruda və suda fəsadlar yaratdılar. 21 gün ərzində istənilən bacarığı bir uşaqda bu 15 mərhələ ilə formalaşdırmaq olar. Onlar, effektiv insanlar vaxtındadılar. Keçən həftə dedik ki, Allah insan bəraəti yaratdı. Allah insanı yaratdı, insanda bəraət qazandırmağa. Və o gündən insanın problemləri başladı. Keçən həftə bundan danışdıq. Dedik ki, Adəm də Allahın sözündən çıxdı. Bunlara biz tarixi bir hekayət kimi baxsaq, bunlar bizə bir söz deyirlər əslində. Bunlar bir tarix deyirlər. Bunlar bizə bir söz deyirlər və ana bəhslərdə, yəni ana mövzulardır. Adəm də çıxdı Allahın sözündən, iblis də çıxdı, şeytan da çıxdı Allahın sözündən. Fərqləri nə idi? Biri etiraf elədi. Quran-Kərimdə var da, zaləmtu nəfsi. Çoxlu burada sözlər demək olar ki, cahil oldum, cahillik elədim. İnsan etiraf eləyəndə necə deyir? Deyir ki, cahillik elədim, bilmədim, səhv elədim, yanlış elədim. Amma şeytan nə dedi? Şeytan başladı bəraət qazandırmağa. Mən əlbəttə ki, düz elədim. Mən oddan yaranmışam, Adəm torpaqdan yaranıb və s. və s. Yəni, ikisi də günah elədi. İkisi də Allahın sözündən çıxdı. Amma biri bəraət qazandırdı özünə, biri isə etiraf elədi. Keçən səfər etiraf mədəniyyətindən danışdıq. Dedik ki, bu çox fundamental bir mədəniyyətdir. İnsanda bunun olması. Dedik ki, insanın egosu iki əlli yapışıb, Freud buna müdafiə mexanizmləri deyir. Bizim içimizdə müdafiə mexanizmləri var. O müdafiə mexanizmləri iki əlli yapışıb ki, qoymasın sənə nəsə yapışsın. Hansısa fikir sənə silkələsin. Məsəl üçün, kimsə sizi tənqid eləyir, dərhal müdafiə mexanizmləri düşür işə. Başlayır bəraət qazandırmağa, başlayır bəhanə gətirməyə və insanın bəlası buradadır. Səmimi qəlbdən dinləmək lazımdır bir-birini. Bir-birini səmimi qəlbdən dinləmək lazımdır. Minnətdar olmaq lazımdır. İnanın ki, yetkin insanlar, sən yetkin bir insana desən ki, sənin hansınsa çıxışınla bağlı, sənin şəxsinlə bağlı, sənin işinlə bağlı bir tənqidi fikrin var. O dərhal gecikmir. Birinci səni çağırmalıdır öz yanına və sənə minnətdar olmalıdır. Bu gül buketindən bir dənə də sənə verməlidir ki, inanın ki, bu pafos deyil. İşi başa düşənlər belə edirlər. Çünki orada artıq müdafiə mexanizmləri insanın əksinə işləmir. Elə eləyin ki, beynini sizə işləsin. Beynimiz bir çox hallarda bizə işləmir. Beynin funksiyası da müdafiə mexanizmləri. Kimsə gəlir səmimi qəlbdən səni tənqid eləyirdir. Əzizim, bu problem var, bu narahatlıq var, bunu düzəltmək lazımdır, bu belədir. Müdafiə mexanizmləri imkan verərmi? Heç onu eşitmir. Eskapizm, radio effekti və s. çox danışmış bu haqda. Müxtəlif vasitələrlə o səni eşitmir belə. Bir eşitsə, bütün məsələ düzələcək ya. Etiraf mədəniyyəti. Etiraf deyəndə gəlib qarşı tərəfə etiraf eləməkdən söhbət getmir. Bu növbəti daha ali bir mədəniyyətdir. Gəlirəm, qarşı tərəfin özünə etiraf edirəm. Bunu etmirsən, sonrasa özünün özünə etirafın olsun. Deyirsən, zalim oğlu düz deyir də, öz alimdəsiniz. Kişinin oğlu düz deyir də. Tamam, üzünə belə dediyim, özümü müdafiə elədim, amma kişinin oğlu düz deyir də. Etiraf mədəniyyəti böyük bir mədəniyyətdir. Bir neçə mədəniyyətdən bu günlərdə danışdıq da. Təşəkkür etmək mədəniyyəti, üzr istəmək mədəniyyəti, icazə almaq mədəniyyəti dedi. Bunlar sadə olduğu qədər də dərin, fundamental bəhslərdir. Bütün məsələ də bunların başında fırlanır dedik. Onların biri də etiraf mədəniyyətidir. Keçən həftə bundan danışdıq. Müasir psixologiyanın da payı var bütün bunlardan. Mən düşünəndə görürəm ki, qədimdə etiraf mədəniyyəti daha çox idi, daha yüksək idi. İndi burada Əbdül bəy iştirak edir, biraz köhnə nəsli daha yaxşı bilirlər, Lalə xanımdır və digərləri. Onlarda sanki etiraf mədəniyyəti daha çox idi, nəinki müasir gənclikdə, müasir insanlarda. Biraz da müasir psixologiyanın burada problemi var.
Mən keçən söhbətlərdən birində danışmışdım. Müasir psixologiya gəldi, məzlumu da zalıma çevirdi. Məzlumu da zalıma çevirdi. Bir zülm var, bir zalim var, bir məzlum. Zalim zülm eləyir. Bir nəfər olur məzlum. Bəli, bütün ideologiyalar ciddi, özünə hörmət eləyən təlimlərdir ki, insan məzlum olmamalıdır. İnsan zülmə qarşı çıxmalıdır. Amma zalim olaraqmı? Zibili zibillə təmizləməzlər. Amma müasir psixologiya deyir ki, zibili zibillə təmizləyəcəksən. Zalimin, məzlumun özünü də zalıma çevirdi. Bu fərqi nə oldu? Zalimlik pisdirsə, sən gəldin, məzlumu da zalıma çevirdin. Fərqi nə oldu? Biz deyirik ki, səmavi təlimlər deyir ki, yox, zülmlə zalıma çevrilmədən də mübarizə aparmaq olar. Mətanətlə mübarizə aparmaq olar. Elə mübarizə aparmaq olar ki, o sənin mahiyyətini dəyişməsin, səni zalimlaşdırmasın. Müasir psixologiya gəldi, insanların içindəki vəhşiliklərə legitimlik verdi. Dəhşətdir bu. Mən demək olar, hər gün seanslarda bunun şahidi olurum. Kim hansısa psixologların yanında gediblər, olublar və s. Müasir psixologiya bəzi içimizdəki vəhşiliklərə legitimlik verdi. Hər halda psixoloqun bir statusu var da, bir mütəxəssisdir. Pasient gəlir onun yanına, deyir, belə elədim, o belə elədi, mən də belə elədim. Deyir, hə, sənin haqqındır, sən belə eləməliydin, niyə demirsən və s. və s. Bəlkə bu adam bəzən belə coşurdu, sonra peşman olurdu, deyirdi, düz eləmirəm. Bəlkə də bu adamın hasansa düzəlmə şansı var idi, amma psixoloq yapışdırdı da, legitimləşdirdi, qanuniləşdirdi, get düz eləyirsən. Qutardı, getdi. İnsanları vurdular bir-birinə. Daha dərin yol var. Zülmlə mübarizənin daha mətanətli, daha ağıllı, daha məntiqli, insanlıq mahiyyətindən uzaqlaşmadan mübarizə yolları var. Tamam. Bu keçən həftəki bəhsimizlə idi. Bir dənə də sizə sual verirəm, sonra keçirəm əsl mövzumuza bir neçə dəqiqə ərzində danışacağım. Sualım budur. Quran-ı Kərim hansı surəni sevirsiniz Qurandan? Bu sualımın əslində məğzi nədir? Bir müsəlmanın sevimli surəsi olmalıdır. Yoxdursa kiminsə, niyə yoxdur? Çox maraqlıdır da. Məsələn, bizim sualım Azərbaycan ədəbiyyatından sevdiyimiz şeirlər var, nağıllar var, hekayələr var. Bu da çox qəşəngdir, normaldır. Amma bizim ana kitabımızdan sevdiyimiz surə yoxdur. Niyə? Bu düşündürməlidir. Quran-ı Kərim oxumaq, tərcüməsini oxumaq, öyrənməyə çalışmaq, başa düşməyə çalışmaq. Yəni, bu intizar bu olmamalıdır. Bəzən bəhanə eləyə bilərik ki, oxuyursan, çox başa düşmürəm filan. Bəzi kitablar elə belədir. Yəni, şərt deyilsən, onu tamamilə başa düşməlisən. Yox, sənin kitabındır, sənə göndərilmiş məktubdur, oxumaq lazım, sevimli surən olmalıdır. Sizə bir sir deyim, insan, sir deyil, əslində çoxlarının bildiyi bir şeydir. Məsələn, Füzulinin qəzəlləri də belədir. Füzulinin qəzəllərini bir dəfəyə oxuyursan, bir dəfə deyirsən, bu nədir, heç nə. Amma təkrar oxuduqca, hansı şey mənasına baxdıqca, görürsən, nə dərin, nə gözəl. O şey sənin əlinə gəlir də o qəzəl. Quran-ı Kərim də belədir, ayələr də belədir. Oxuyursan, düşünürsən. Ona görə mən istəyərdim ki, burada olan insanların, dostlarımızın hamısının sevimli surələri olsun. Məsələn, mənim sevimli surəm Zümər surəsidir. Həm ona görə ki, bilirsiniz də mən Quran qiraətini avazla oxumağı bacarıram. Zümər surəsi oxumağa çox, belə deyək, uyğun bir surədir. Çox da oxumuşam bu surəni. Həmçinin digər ikinci sevdiyim surə Rum surəsidir. Maraqlıdır ki, çox təkid olunub Qədir gecələrində Rum surəsinin oxunması. Rum surəsidir, yəni gözəl surələrdəndir. Hə, Rum surəsində mənim sevdiyim surənin ayələrindən biri belədir. Deyir ki, Zaharal fəsadu fil bərri vəl bəhr bimə kəsəbət əydin nas. Deyir ki, quruda və suda fəsadlar yarandı. Fəsad yəni nizamsızlıqda dağılmaq, yəni bir şeyin nizamının dağılmasına fəsad deyirlər, xarab olmasına. Quruda və suda
fəsadlar yarandı. Bimə kəsəbət əydin-nəs. İnsanların əllərindən qazandıqlarından dolayı, əllərindən etdiklərindən dolayı. İnsan öz əli ilə, insanlar etdikləri ilə quruda və suda fəsadlar yaratdılar. Yəni, insanların etdiklərinin kainata birbaşa dəxli var. Belə deyil ki, dəxli yoxdur. Çox maraqlı bir ayədir. Mənim bir həyat fəlsəfəm budur ki, biz bir dinamik bir kainatın təsir edə bilən bir parçasıyıq. Yəni, bu o deməkdir ki, mənim tənbəlliyim təkcə mənə zərər vermir. Ümumi işə zərər verir. Çünki dünya integrativdir, bir bütün halındadır. Xüsusən indi bu qədər internet, sosial şəbəkələr, dünya daha da integrativləşib də. Belə bir məşhur söz var ya, Amerikada askıranda burada eşidilir nəsə belə bir şey. Amerikada kimsə askıranda, Afrikada kimsə qrip tutur. Yəni, həqiqətən də dünya bugünə biz bu pandemiya dövründə də bunu gördük də, haradasa kimsə bir qripə tutulmuşdu və bütün dünyanı sardı. Çünki çox integrativ, dünya çox iç-içədir. Ona görə mənim tənbəlliyim bütün dünyaya təsir edir və yaxud mənim yaxşılığım bütün dünyaya təsir edir. Bütün dünyaya təsir edir. Bundan danışmışdıq. Ayə bunu deyir ki, həqiqətən də insanların öz etdikləri ucbatından kainatda müəyyən dəyişikliklər yaranır. Kainat ya yaxşıya doğru, ya pisliyə doğru müəyyən dəyişikliklər yaradır. İnsan yaradandır, yəni bu mənada. Bugün sizə nədən danışmaq istəyirəm? Biz paylaşımda, posterdə adını belə qoymuşduq. Gecikməyin psixologiyası. Gecikməyin psixologiyası və yaxud gecikmək bəlası. İndi bir neçə dəqiqə ərzində bunun nə qədər böyük bir şey olduğunu istəyirəm göstərməsinə, nə qədər böyük bir bəla olduğunu və bəzən də problem bunda olduğunu göstərmək. Bəzən adam deyir ki, mən filan kəs kimi hər şeyi yapıram. Amma onda alınır, məndə alınmır. Axı, mən də yapıram. Deyirsən ki, çünki sən vaxtında yapmırsan. Sevdiyim bir psixoloq, psixiatr var, psixoterapevt var. O gün gördüm, gənc psixologlardan biri də qəşəng bir yazı paylaşmışdı ondan bağlı. Bilmirəm, indi o buradadır ya yox. O təklif edirdi ki, Finlandiyalı psixiatrdır, Ben Furman. O təklif edirdi ki, onun bir dənə metodikası var, çox maraqlıdır. Bu, araşdırasınız bunu. İngiliscəsi belədir, kids skills. İbrahim, nə deməkdir? Kids skills. Uşaqların bacarıqları. Əhsən. Uşaqların bacarıqları. Kids skills. Çox maraqlı ad qoyub öz metodikasına. Uşaqların bacarıqları nə deyir? Deyir, məsəl üçün, psixologiyada aqressiyadır, hövsələsizlikdir, sözə baxmamaqdır və s. şeylər uşaqların problemləri kimi bəhs olunur. Deyir, bu yanlışdır. Biz bunlardan uşaqların bacarıqları kimi bəhs etməliyik. Məsələn, biz deməməliyik ki, filan uşağın hansı problemi var? Filan uşaq aqressivdir deməməliyik. Biz deməliyik ki, filan uşaq səbirli olmaq bacarığını hələ öyrənməyib. Var desən, aqressiv uşaqdır. Var desən, hələ bir bacarıq ki var, onu öyrənməyib də, səbirli olmaq bacarığını formalaşdırmayıb. Bu çox incə bir yanaşmadır. Mən ümumiyyətlə sevirəm də, Carl Rogers'dır, Abraham Maslow'dur, insan mərkəzli yanaşmaları var da bunlar. Direktiv üsullardan, zorla belə olacaq, ağır sözlərlə, ittihamlarla bunlar bunu qəbul eləmirlər də. Bunlar deyirlər ki, insana dəyər vermək lazımdır. Sonra deyəndə ki, sən aqressivsən, o çox ittiham olunmuş özünü hesab eləyə bilər və düzəlməyə bilər. Onun müdafiə mexanizmlərini sən oyada bilərsən. Sən ona görə deməlisən ki, aqressiv demə. Deyən ki, sən hələ səbirli olmaq bacarığını deyəsən hələ formalaşdırmamısan. Bu təbii də insandır ki, indi formalaşdıraram da açansın. Məsəl üçün. Ona görə bu babətdən əgər yanaşsaq, gecikmək demək, gecikən insanlar, əşi filan kəs ləng adamdır, gecikəndir, belə yox. O hələ vaxtındalıq mədəniyyətini, vaxtındalıq mədəniyyətdə, gecikməyin əksi nədir? Vaxtındalıq. Hələ vaxtındalıq mədəniyyətini özündə formalaşdırmayan insanlar. Belə insanlar var ki,
vaxtında ola bilmirlər. Ben Fullman məsələn orada çox maraqlıdır da, araşdırsaz internetdə çox maraqlıdır. Yəni burada valideyn olanlar var, onlar üçün təkid edirəm ki, bir baxsınlar. 15 mərhələdə necə uşaqlarda yeni bacarıqlar öyrətmək olar. Məsələn, mənim uşağım aqressivdir. Bir əvvələn ona demin ki, sən aqressivsən. Sən ona deməlisən ki, sən hələ səbirli olmaq mədəniyyəti formalaşdırmamısan. Və bunu necə formalaşdıraq? 15 mərhələdə hissə-hissə deyir ki, məsələn 21 gün ərzində istənilən bacarığı bir uşaqda bu 15 mərhələ ilə formalaşdırmaq olar. Və yaxud nəzərə alsaq ki, biz özümüz də hansısa mənada bir uşaqlarıq, özümüzdə də hansısa mədəniyyəti formalaşdırmaq üçün bu Kids Skills metodundan istifadə etmək mümkündür. Qəşəng bəsdir. Bəzən bütün məsələ budur. Bəzən bütün məsələ budur ki, sən eləyirsən hər şeyi, amma vaxtında eləmirsən. Məşhur sualı da, gecikən ədalət sayılırmı? Ədalət gəlib, amma gecikib. 15 ildən sonra ədalət bərpa olub. Bu ədalət sayılırmı? Bəziləri deyirlər ki, yox, bunun adı başqa bir şeydir. Bu nədirsə, bu ədalət deyil. Yaxşı bir şeydir. Hər halda 15 il sonra da olsa, adam yatıb içərdə, nə bilim, zülm çəkib, əziyyət çəkib, ailəsi dağılıb və s. və s. Amma 15 ildən sonra aydın oldu ki, belə, birisi də üzrlər var, beynəlxalq səviyyədə üzrxahlıqlar var. Hansısa alimlərdən üzr istəyiblər, vaxtı ilə yandırıblar, sonra dövlətlər çıxıb üzr istəyib ondan. Tamam da, ədalət yerini tutdu, üzr istədin, amma bu ömür getdi axı, məhv oldu da. Bu ədalət deyil, bu başqa bir şeydir. Ona görə vaxtındalıq prinsipi çox gözəl bir bəhsdir. Mən burada yorğunluğunuz çıxsın deyə bir dənə çoxdan yazdığım bir şeir var idi. Onu istəyirəm, oxuyum sizə. Heca vəznində çox az olur ki, nəsə yazıram. Bu da o azlardan biridir. Bəzən elə olur ki, hər şeyə ərinirsən. Hamıya bilmirəm deyib, bilməyə ərinirsən. Fərqi olmur sevincdənmi, yoxsa kədərdənmi axır. Əl atıb göz yaşını silməyə ərinirsən. Dünya dağılır, dağılsın, heç vecinə də olmur. Silkələnib bir özünə gəlməyə ərinirsən. Həyat Mars olandan sonra zər atırsan, qoşa verir. Bu oyunu bilənlər bilirlər. Sən Mars olmusan, atdın şeş qoşa. Həyat Mars olandan sonra zər atırsan, qoşa verir. Belə topal şad xəbərə gülməyə ərinirsən. Nəhayət ki, vaxtı gəlir, Əzrail kəsir üstünü, isti yorğanından çıxıb ölməyə ərinirsən. Belə bir şeirdir. Əsas bu misrasına görə deyirdim ki, deyir ki, belə topal şad xəbərə gülməyə ərinirsən. Bəzən həqiqətən də bəzi şeylər gecikir və bu bizi sevindirməyə bilir. Azərbaycanda tanınmış psixoloq yazıçılardan biri Stephen Covey'dir. Kitabları tərcümə olunur. Məşhur kitabı nədir onun? Effektiv insanların 7 xüsusiyyəti. Stephen Covey çox yaxşı kitabdır, qalın bir kitabdır, məsləhətli kitabdır. Effektiv insanların, yəni liderlərin, dünyaya təsir etmiş insanların araşdırıb bunların 7 xüsusiyyəti toplayıb. Onlardan biri vaxtındalıqdır. Deyir, onlar effektiv insanlar vaxtındadılar. Vaxtındadılar. Stephen Covey bizi məyus eləyir bir məqamda. Hansı məqamda bizi məyus eləyir? Stephen Covey bir məqamda bizi məyus eləyir. Deyir ki, Stephen Covey deyir ki, gecikən insan yoxdur. Bir filan kəs gecikən adamdır, ləng adamdır. Deyir, yox. Gecikən insan yoxdur. Gecikdiyi şeyi prioritet saymayan insan var. Vacib saymayan insan var. Bir insanı araşdırın, gecikən insanı araşdırın, görün o hər şeyə mi gecikir? Görəcəksiniz ki, yox. O məsələn yeməyə gecikmir. Vaxtında yeyir, vaxtında yatır. O dəyərli hesab etdiyi, vacib hesab etdiyi şeylərə gecikmir. Ona görə Stephen Covey bu mənada biraz təsəllidə axı deyirsən ki, hədə filan kəs gecikən adam, ləng adamdır, belədir falan. Deyir, yox, belə deyil. Siz onların həyatına baxsaz, görərsiniz ki, heç də belə deyil. Sadəcə məyus olacaqsınız bunu deyim. Sizə gecikən adamlar sizə dəyər vermədikləri üçün gecikirlər. Yox, o filan kəslə görüşəndə gördünüzsə, vaxtından əvvəl ora qaçmışdı. Nətər bu gecikən oldu? Yox. İndi hərə özünə buradan bir şey götürür də. Biri gülür, biri filan. Bir də gedib deyəcəm. Psixologiyada bir qəşəng bəhs var, timing.
bəhsi. Çox gözəl bəhsdir. Timing. Timing yəni vaxtındalıq. Vaxtlama, vaxtındalıq. Bir dənə qəşəng cümlə yazmışam bundan bağlı. Mənim xoşuma gəldi bu cümlə. Bəlkə sizin də xoşunuza gələcək. Həqiqət yalnız vaxtında deyiləndə həqiqətdir. Başqa cür məlumatdır. Və yaxud bu cümləni deyirdim. Vaxtında deyilməyən həqiqət sadəcə məlumatdır. Vaxtında deyilməyən həqiqət sadəcə məlumatdır. Həqiqətin həqiqət olması üçün hikmət deyilən bir şey var da, hikmətli söz. Deyirlər, hikmətli sözün 3 komponenti var. 1. Doğru söz, doğru niyyət və doğru zaman. Hikmətli söz deyir, filan kəs hikmətli söz dedi. Hikmətli söz nə deməkdir? Hikmətli söz doğru söz olmalıdır, niyyəti də doğru olmalıdır, vaxtı da doğru olmalıdır. Doğru zaman, vaxtındalıq çox vacib bir məsələdir. Timing deyir ki, uşaqlara bəzi şeyləri öyrətməsən, sonradan onlara öyrətmək olmur. Vaxtındalıq budur. Bəzi şeylər vaxtında öyrənməlidir. Və yaxud sensitiv period deyirlər, həssas period. Bilirsiniz, keçən təlimlərdən birində danışmışdıq. Hindistanda tapılmış Kamala və Amala bacıları haqqında araşdırmalar var da, psixoloqlar bunu bilirlər. Onlar 8-10 yaşlarında tapılırlar. Yəni, necə olubsa, tarixi bəlli deyil, kökü necə olub. Onlar heyvanların içində, orada doğulub, orada böyüyüblər. Doğuş zamanı mı oraya atılıblar, necə olub bilinmir. Əsas odur ki, bunlar 8-10 yaşlarında tapılır. Siz təsəvvür eləyin, bu uşaqlara deyir ki, biz zorbala ilə, çox çətinliklə onları insan kimi yeridə bildik. Yəni, onlar qalxdılar və insan kimi yeriməyə başladı. Biz elə bilirik ki, bunlar öz-özünə olur. Yox, bunlar öz-özünə uşaq görür, götürür. İməkli yerdə imək sur görür ki, bunlar nəsə dik gəzirlər. Deyir, mən də bunlar kimi başlayayım dik gəzməyə. Yıxıla dura öyrənir. Əgər belə bir örnək yoxdursa gözünün qabağında, heyvanlardılarsa, 4 ayaqlılardılarsa, vaxtında deyilməyən həqiqət sadəcə məlumatdır. Sensitiv period. Uşaqları tapırlar, uşaqlara deyir ki, gücbala ilə ancaq biz yeriməyi öyrətdik. 200 kəlmə zorbala ilə nəsə öyrədə biliblər. Biri ümumiyyətlə ölür, gedir, yaşaya bilmir. Biri də belə. Niyə görə? Biz elə bilirik ki, hər şeyi uşağa hər vaxt, insana hər vaxt öyrətmək olar. Belə deyil. Ola bilər, bu günləri bir insan cəmiyyətin arasında yaşayır, amma 50 yaşında yazıb oxumağı öyrənir. Bu başqa şeydir. Bu yaşayıb, görüb filan, bu aktiv öyrənmə baş verməyib. Pasiv öyrənmə mütləq baş verib. Amma bu uşaqlarda pasiv öyrənmə də olmayıb da, yəni örnək olmayıb bundan bağlı. Qəşəng bir bəhs var bundan bağlı. Kairos məqamı deyirlər. Kairos məqamı. Yunanlar, qədim Yunanlar vaxtla bağlı 2 dənə söz işlədirlər də. Kronos var, xronologiya da oradan gəlir. Kronos vaxt deməkdir. Bir də kairos. Kairos birisi nədir? Doğru məqam. Doğru məqam. Keçən səfər biznes psixoloqlarından birini dinləyirəm. Deyir ki, siz elə bilirsiniz ki, məşhur iş adamları, biznesdə uğur qazanmış adamlar gecə-gündüz işləyənlərdirlər. Deyir, yox, onlar sadəcə kairos məqamını gözləyənlər. Doğru məqamda doğru addımı atanlardılar. İzləyir oçu kimi doğru məqamda doğru addımı atır. Kairos məqamı. Doğru məqam. Doğru məqamı hiss etmək. Böyük liderlərin xüsusiyyətlərindən biridir ki, o məhz o məqamı hiss etmək lazımdır ki, indi bax, tam zamanıdır da. Elə bir vaxtda sustun ki, bundan sonra bir ömürdə danışsan, heç bir faydası yoxdur. Elə bir məqamda sustun ki, bundan sonra bir ömür danış. Görürsən elə adamları. Elə adamları bəzən görürəm, stigma deyirlər buna. Elə vaxtı, elə pis formada susub, indi elə nə gəldi danışır. O boşluğu doldurur. O ləkəni, o stigmanı üzərindən təmizləmək üçün nə gəldi danışır. Amma xeyri yoxdur, o stigma yerindədir. Sən elə bir zamanda sustun ki, elə bir zamanda, elə bir əclaflıq elədin. İndi bir ömür nə edirsən, elə xeyri yoxdur. Ona görə vaxtındalıq məsələsi çox vacib məqamlardan biridir. Zaharal fəsad, yəni deyirik, yerdə fəsad yarandı. Yerdə, quruda, suda fəsad yaranmanın səbəblərindən biri gecikmək məsələsidir. Vaxtındalığın olmaması məsələsidir. İnsanlar haqqın müdafiəsində, həqiqətin müdafiəsində
vaxtındalıq nümayiş elətdirmirlər, vaxtında eləmirlər bunu. Gözəl işləri vaxtında görmürlər, işdən keçəndən sonra eləyirlər. İctimai münasibətlərə, ailə münasibətlərinə, hamısına çox dərindən təsir edən bir şeydir. Çox dərindən təsir edən bir şeydir. 15 dəqiqə tez. Sadəcə 15 dəqiqə tez. Və salam. 15 dəqiqə tez bu addımı atsan, 15 dəqiqə qabaq bunu eləsən, hər şey yolunda olacaq. Bilirsiniz, bizim səbir limitlərimiz var da, hər bir kəsin səbir limiti var. Bəzi ləng adamlar və yaxud vaxtındalıq mədəniyyətini özündə formalaşdırmamış adamlar bizim səbir limitimizin daxilində gecikirlər. Məsələn, gecikən adamdır, amma mənim səbir limitimin daxilindədir onun gecikməsi. Məsələn, tutalım da 1 saat gecikir, mənim də 1 saata səbrim çatır. Bəzən olur ki, bəzi adamların isə ləngiməyi, gecikməsi bizim səbir limitimizi aşır da. 3 saatlıq bir limitim var. 3 saat, 1 saat gözlədin, 2 saat gözlədin, 3 saatda aşırıb. İctimai münasibətlərdə danışıram, vaxtındalıq məsələsinin. Ən azından geciksəniz də o səbir limitini, bir-birinizin səbir limitini nəzərə almaq lazımdır. Vaxtındalıq məsələsi. Deyir ki, müəllim, hər şey eləyir. Hər şey eləyir, amma özü istəyən vaxt. İmam Sadiqdən möhtəşəm bir dənə, qəşəng bir hədis deyirəm. Yavaş-yavaş yekunlaşdırıram söhbətimi. Deyir ki, İmam Sadiq deyir ki, qəşəng deyə bu, çox gözəldir. Deyir ki, bir gün, o günkü var idi, Allah şeytandan insana səzd etməsini istəmişdi Adəmə. Allah şeytana əmr elədi ki, sən Adəmə səzd eləyəcəksən, təzim eləyəcəksən, düzdür? İmam Sadiq deyir ki, şeytan qayıtdı Allah'a deyir ki, ilahi, məni bu səzdədən müafbil, yəni bu səzdədən məni rahat burax, yəni mənə əmr etmə də bunu. Sənə ömür boyu səzdələrin ən gözəlini eləyərəm də. Bunu eləməyim, amma sənə elə bir səzdə eləyərəm ki, üstü bərabəri yoxdur da. Deyir, Allah cavabında dedi. İnni uhibbu ən uta'a haytha urid. Ərəbcəsini deyirəm ki, qəşəng olsun, orijinal olsun. Deyir ki, mən sevirəm ki, istədiyim yerdə, istədiyim formada itaət olunum. Mən nə harda istəyirəmsə orada da, sən sonra özün ürəyin istədiyin kimi harda nə eləyəsən, yox, mənim istədiyim. Mən istəyirəm ki, sən belə olasın. Problem oradadır. Problem oradadır ki, sən bizim bəzən əməllərimizə, bəzən öz istəklərimiz də qarışır da. Öz istəklərimiz də qarışır. Şəms Təbrizinin sözlərindən biri də deyir, biz hamımız günahkarıq. Sadəcə seçmə günahlar edirik. Seçirik sanki günahları. Və yaxud o günahlardan çəkinirik ki, çəkinə bilirik. Bizə uyğun gəlir. Bizə rahat gəlir. Seçicilik var bizdə. Ona görə Allah deyir ki, burada yox, sən haçansa nəsə eləyəcəksən, haçansa özünü istədiyin kimi, yox, mənim bu bütün münasibətlərə olan bir şeydir də. Qarşı tərəfin istədiyini nəzərə almaq, onun istədiyi kimi etmək. Bəzən bütün kainatın sistemi buna görə pozula bilər ki, bu vaxtında olmur bütün bunlar.